Azərbaycan İncəsənət Məktəbinin, eyni zamanda Teatr Xidmətləri İttifaqı və Emedia Qrup Media Təşkilatının təşəbbüsü ilə Milli Teatr gününə həsr olunan 1-ci Uşaq Teatr Festivalının açılış mərasimi baş tutub. 10 Mart Milli Teatr günü olduğundan bütün teatr xadimlərini, sənətçilərini və teatr sevərləri səmimi qəlbdən təbrik edirəm. Bizim 1-ci Uşaq Teatr Festivalının açılışı ilə yanaşı və əlamətlər günün qeyd olunması da bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə millət vəkilləri, tanınmış incəsənət xadimləri, sənətsevərlər, mətbuat nümayəndələri və digər qonaqlar iştirak ediblər. Bu Uşaq Festivalının bugünkü gündə hər şeyə gəlməsində ölkə rəhbərlərinin böyük əziyyəti var və mən deyərdim ki, bugünkü gün Ukraynanın özündə də, İrpen şəhərində, Zərfə Əliyev adına məktəbdə də həmin bu tədbirlərin necə deyərlər, start verilməsinə orada da hazırlıq gedir. Həqiqətən də iştirak edən bizim gözəl sənətkarlarımız qeyd edilər ki, hər bir uşaqda bir Mozart yatır, hər bir uşaqda bir talantlı aktyor, aktrisa yatır. Yəni ki, həqiqətən də uşaqların bu Uşaq Teatr Festivalına cəlb olunmasının özü böyük bir, necə deyərlər, əməldir bizim uşaqlarımızın gələcəyi üçün. Həm də ki, bu uşaqların bugünkü gündə öz vaxtlarının səmərəli keçirməsinə böyük bir əhəmiyyət gətirir. Daha sonra millət vəkilləri və incəsənət xadimləri çıxış edərək festivalın uşaq teatrının inkişafına verdiyi töhfələrdən və mədəniyyətin gənc nəslə aşılanmasının əhəmiyyətindən danışıblar. Və dünyanın da bir çox ölkələrini gəzmişik və deyərdim ki, bizdə bir ənənə formalaşıb, bizdə bir mədəniyyət formalaşıb. İlk opera Azərbaycanda əsası qoyulubdur. Uşaqlarda teatra həvəs yaratmaq bu böyük bir sıçrayışdır. Uşaqlarımızı uşaq ikən teatrın, kinonu, insanı sevdirməyimiz çox dəyərlidir. Və bu günləri bu festivalın açılışında qonaqların çıxışı və festivala dəstəyi çox məni qürurlandırdı. Yəni, bu günləri Azərbaycan teatrı yaşayır və yaşayacaq. Bayaq səhnədə qeyd edədiyim kimi, bu teatr gələcəkdəki teatrın yaşanması üçün bir sıçrayışdır, bir cığırdır. Yəni, indiki həmin səhnədə gördüyümüz o həmin balaca aktyorlar gələcəyin sənətkarları olacaq. Və bu işdə həm onlara dəstək olan valideynlərə mən təşəkkür edirəm, onlara dəstək olan bu teatr festival keçirdən təşkilatçılara təşəkkür edirəm ki, bu cür etimad göstəriblər, uşaqlar üçün belə bir bayram düzəldiblər. Festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, teatr sənətinə marağı artırmaq və gələcək aktyor nəslinin formalaşmasına dəstək verməkdir. Təəssüratlarım çox müsbət oldu, yaxşı oldu. Belə ki, müasir dünyamızda uşaqlarımızın vaxtlarının səmərəli təşkili ən önəmli məsələlərdən biridir və düşünürəm ki, bu festival onların həyatında yaxşılığa doğru, müsbətə doğru bir addım olacaq. 6 gün davam edəcək festivalda 6-14 yaş arası uşaqlar 1, 2 və 3-cü yer uğrunda mübarizə aparacaqlar.